Sabahınız xeyir, günümüz uğurlu olsun, əziz iştirakçılar, əziz xeyriyyə cəmiyyətimiz. Əziz millətim, əziz elim obam, gözəl insanlar, dəyərli ağsaqqallar, qardaşlar, müəllimlərimiz, ziyalılarımız, böyüklərimiz, kiçiklərimiz, əziz elim obam. Bugün Şura babanın həyat yoldaşı Siman ilə il dönümüdür, getdik oraya başsağlığı verdik. Oradan getdik Usta Araz qardaşın anası, rəhmətli Məhəmməd babanın həyat yoldaşı Leyli nənənin il dönümüdür, oraya başsağlığı verdik. Oradan geldik Dilşat nənəni, Diliş nənəni haqq dünyasına yola saldıq. Getdik ələmli qəbirstanına dəfn elədik. Oradan getdik Kazım əminin bugün 7 mərasimidir. Ora başsağlığı verdik. Oradan da gelmişik bura. Bələdiyyəmiz Qaraş müəllim, icra nümayəndəmiz Yusuf müəllim, Camal müəllim buradadır. Sahib baba buradadır, Belal əmidir, Usta Xanış əmi buradadır. Ustalarımız Atif qardaş, Şirin qardaş buradadır. Turab qardaş buradadır. Allah canı sağ olasın. Hörgü işini qutardıq. Hörgü işini qutardıq. İnşallah ustamız indi gəlir oradan. Prop nasirləri ikiye böləcəyik. İkiye böləcəyik. Qalanına gətirib inşallah bağlayacaq. Allah xeyirli uğurlu olsun. Allah elimiz obamıza dəstək verənləri var olasın. Allah can sağ olasın. Elimiz obamız cənnətə dönür. O müəyyən insanlar ki var, deyək ki, o iş bize ait görmüyor, onu eləyirik. Və yaxud da falan yer bələdiyyə eləməlidir, niyə biz eləyirik. Bəhmən yeri fırəkkəs eləməlidir. Belə müxtəlif ağla gəlməz dərəcədə söhbətləri var. Və hər cür söhbət işləyirik. Mən də deyirəm ki, əziz cəmaatımız, Sofarxından, Qarabucaqdan, aşağı başdan, yuxarı başdan, Keçəsi, Ələmli, Həsrət küçəsi, Qarabucaq, Soğan bağı, Sofarxı, nə qədər Ləmbaran adına ait insan var, hamısı bu yoldan gəlib keçir. Hamısı bu yoldan gəlib keçir. Bu yol hamımızındır. Xeyrimiz də buradan keçir, xəstəxanaya da buradan gəlirik, bazarlığa da buradan gəlirik, toy karvanı da buradan keçir, restoran da buradan gəlirik. Bak kəndə gələn qonaqlarımız da buradan gəlir. Ziyalılarımız da buradan. Bu yol magistral yoldur, sentri, mərkəzi yoldur. Düz Bərdədən gəlib buradan keçir. Buradan gələn insanlar istər-istəməz bu gözəlliyi görəndə kənd haqqında, kənd ahalisi haqqında, insanlar haqqında nə qədər qəlbi köntü insan olsa da bu yolla gəlib gələndə istər-istəməz kənd ahalisi haqqında, kənd haqqında gözəl düşüncə olacaq. Və əhsən bir ki, halal olsun Ləmbaran cəmaatına, halal olsun Ləmbaran və Ləmbaranlara, halal olsun Ləmbaran kəndinin xeyriyyəçilərinə, rəhbərliyinə, ziyalılarına, böyüyünə, kiçiyinə.